Qarabağın xəritəsinə diqqət eləyək. Qarabağdan sual düşmə ehtimalı çoxdur, xəritə sualı. Ona görə xəritəni daha yaxşı bilmək lazımdır. Qarabağın İranla sərhəd olan Füzuli rayonumuz var. Sonra Cəbrayıl, bir də Zəngilan Qarabağdan sayılır. Qarabağ ərazisində sərhəd olanı bunlardır. Dağlıq Qarabağ, bu yaşıl gördüyünüz ərazi Dağlıq Qarabağdır. Kəlbəcər 1-dədir, 2-də Laçın adları üstündə var. Qubadlı da burada. Tərtər burada, Ağdam da burada. Şuşa balaca olduğu üçün burada 6-dadır Şuşa. Bunların yerlərinə belə baxaraq bilərsiniz. Adları yazılır deyə sadalamıram. Deməli, tapşırıqlı Madrid prinsipinə əsasən 2-ci mərhələdə qaytarılacaq. Kəlbəcərlə Laçın 2-ci mərhələdə qaytarılmalı idi. 2-ci Dünya müharibəsi zamanı dağıdılmış Stalingrad şəhərinə oxşadılan Tərtər şəhəri oxşadılırdı. 4 oktyabrda ilk qaytarılan Cəbrayıl rayonu 4 oktyabrda qaytarmışıq. 8 noyabr bilirsiniz Şuşadır. Ağbənd qəsəbəsi yerləşir. Zəngilanın Ağbənd qəsəbəsi İranla sərhədimiz təmin edilmiş olur tam olaraq. 1 dekabrda təhvil verilməli olan Laçın 1 dekabrda təhvil verilir. Düşməndən təmizlənən ilk şəhər mərkəzi Cəbrayıldır. Monitorinq mərkəzi Ağdamda yerləşirdi. Güləbir su elektrik stansiyası Laçındadır. Qarabağın hava qapısı hava limanına görə Füzuli hava limanına görə belə adlanır. Daha sonra Ağalı kəndi Zəngilanın Ağalı kəndinə qayıdış oradan başlamışdı. İsti su mineral su doldurma Kəlbəcərdədir. Özbəkistanın maliyyəsi ilə Uluqbəy adına bir saylı məktəb Füzulidə açılıbdır. 2023-cü ilin aprelində sərhəd buraxılış məntəqəsi Laçında yaradılmışdır. 2023-cü ilin 19 sentyabrında antiterror başlaması hadisəsi, bu Xocavənd rayonunda baş vermiş hadisə idi. Daha sonra antiterror əməliyyatı nəticəsində ermənilərdən tam şəkildə azad edildi. Burada Xocalıdır, Xocavənddir, sonra Xankəndidir. Yəni bütün ərazilərimiz. Sonra burada indi təzə yaradılan rayonlardır. Tərtərin birisidir. Ağdərə ilə Əsgəranı götürməmiz lazım olacaq. Daha sonra 20 noyabrda qaytarılan rayonumuz Ağdam rayonu 20-si qaytarılmışdı. 25 oktyabrda geri qaytarılmışdı. Bu, yəni biz geri almışdıq Qubadlını 25-i. Bayraq sancmağa bina olmayan Füzuli şəhəridir. Xudafərin Cəbrayıl rayonunda yerləşir. Xudafərin körpüsü. Azıq mağarası Xocavənddədir. Ağoğlan Laçındadır. Amaras yenə Xocavənddə yerləşir. Amaras monastırı. Bunları bilək. Sonra Covurqala Ağdamda yerləşir. Covurqala Ağdam ərazisində yerləşir. 1-ci Qarabağ müharibəsində ərazisinin bir hissəsi işğal edilmişdi. Burada sərhəd rayonları götürsək, yəni Qarabağdan sərhəd olan Füzulidir, Ağdamdır, Tərtərdir. Bir hissəsi işğal altındaydı, bir hissəsi bizdə idi. Daha sonra aprel döyüşləri zamanı hansı rayonların bəzi əraziləri burada Cocuq Mərcanlı Cəbrayılə düşür, Füzuli var burada, Tərtər rayonu var. Geri aldığımız ərazilər burada yerləşirdi. 17 oktyabrda azad edilən Füzulini 17 oktyabrda azad eləmişik. Döyüşsüz geri qaytarılan Ağdamdır, yəni müharibədən sonra Kəlbəcərdir, bir də Laçındır. Müharibədən sonra qaytarılan şəhərlərdir, rayonlardır. Geri qaytarılırkən 10 gün vaxt istəndi, burada Kəlbəcərdə vaxt istəndi. Əlbəyaxı döyüş nəticəsində Şuşa digərlərindən fərqli olaraq əlbəyaxı döyüş nəticəsində azad edilmişdir.